Bakı İstintaq Təcridxanasında 20 nəfər ölümünə döyüblər. Hal-hazırda Rzayev Şücaətin durumu bərbad vəziyyətdədir. Acınacaqlı bir vəziyyətdədir. Bilmirəm, belini sındırıblar, ayağını mı sındırıblar, yaxud əziblər, sümüyü mü əzilib, nədirsə, Rzayev Şücaət Gülbaboğlu axsiya-axsiya gəzir. Çox çətinliklə hərəkət edə bilir. Və daxili orqanlarında ciddi zədə alıb, məndə olan məlumata görə, buradan ölkənin baş prokuroru Kamran Əliyevin diqqətinə. Buradan ölkənin Daxili İşlər Naziri Bülət Eyvazovun, hörmətli Bülət Eyvazovun diqqətinə və bu ölkəni idarə edən vicdanlı şəxslərin diqqətinə ki, dərhal bu Rzayevlər ailəsinin səsinə səs verilsin. Dərhal Bakı İstintaq Təcridxanasında Rzayev Şücaət Gülbaboğlu qəbul olunsun və adamın başına gəlmiş bu tük ürpədici hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılsın.